İzləyicimiz soruşur ki, övladımın tikləri var və 9 yaşı var. Artıq bundan cəmiyyət utanmağa başlayıb. Bunun müalicəsi varmı? Ümumiyyətlə, tik pozuntuları bir neçə profildə dəyərləndirilir, amma çox geniş müzakirəyə girmədən çox bəsit, sadə şəkildə izah eləyəsi olsa, iki növ tiklər vardır. Motor tiklər və vokal tiklər, yəni bədən tikləri var, bir də səs tikləri vardır. Əksər hallarda bunlar bərabər görülə bilər, ayrı-ayrılıqda görülə bilər və bu diaqnostikanın müəyyən dərəcədə diaqnostik kriteriyalara görə bu diaqnozlar dəyişir. Yəni tək motor tik olanda başqa, vokal səs tik olanda başqa, bir yerdə olanda başqa. Əsasən tiklər necə olur? Bir çox hallarda tiklər 6 yaşa qədər olan dövrdə çox vaxt büruzə verməyə başlayır özünü. İbtidai sinifdə daha çox tiklər müşahidə olunur. Bəzən 11-12 yaşlarında şiddətlənə bilər. Əksər hallarda yeniyetməlik yaşından sonra bir 90%-ə qədər elmi tədqiqatlara görə öz-özünə keçib gedir. Müalicə alsa da almasa da tiklərin keçib getmə ehtimalı vardır. Yəni hani müalicə alanlar keçir, almayanlar keçmir kimi bir durum mövzu deyil. Amma bir 10% ehtimalla da yetkin yaşlarda biz o tiklərlə qarşılaşırıq. Tik deyəndə nəyi nəzərdə tuturuq? Bunlar təkrarlayan, istəmsiz və ritmik hərəkətlərə verilən addır. Məsələn, göz qırpma şəklində ola bilər, üz vuruşturma şəklində ola bilər, çiyin atma, tullanma, yəni müxtəlif sadə tiklər var, kompleks tiklər var. Bu şəkildə qarşımıza gəlir. Səs tikləri də bəzən sözlər şəklində, hətta bəzən ani söyüş söymələr şəklində daha şiddətli versiyalarında bizim koprolaliya dediyimiz simptom olaraq müşahidə edə bilərik. Amma bəzən də çox sadə səs çıxartma, boğaz təmizləmə, burun çəkmə kimi sadə tiklərdə müşahidə edirik. Tiklərin müalicəsi mümkündür, çətindir, asan deyil. Bəzən istədiyimiz cavabı almırıq, bəzən çox yorur bizi pasiyentin və ya xəstəliyin gedişatı. Amma bir çox hallarda xəstəlik kontrol altına alına bilir. Düzdür, təkrarlama riski yenə də var. Müalicədən sonra yenə də təkrarlaya bilər və ya müalicə əsnasında belə təkrarlaya bilər. Xüsusilə emosiyalarla əlaqəlidir. Məsələn, əsəbləşəndə, həyəcanlananda, sevinəndə tiklər arta bilər. Tiklərlə yanaşı başqa yanaşı xəstəliklər də çox sıx görülür. Bunlardan ən başlıcası diqqət həssasiyyə hiperaktivitə xəstəliyidir. Bunlardan bir başqası obsessiv-kompulsiv pozuntudur. Bu kimi təşviş pozuntulardır. Bu kimi xəstəliklər də yanaşı görə bilirik. Amma xülasə də olsaq, yəni tiklər istər motor, istər vokal tiklər əksər hallarda müdaxilə edə bildiyimiz, amma zaman-zaman bizi biraz çətinə salan, təkrarlamağa meyilli xəstəlik qrupuna aiddir və bu bir neyroinkişaf pozuntusudur. Yəni uşaqlarda doğulandan bəri əslində o infrastrukturu olan bir xəstəlikdir. Əksər hallarda da genetik mənşəli olduğu düşünülür. Belə bir təbiəti var tik xəstəliklərinin.